Salam. Mənim üçün çox maraqlıdır. Görəsən bu Azərbaycandakı Kənd Təsərrüfatı Nazirliyinin vəzifəsi nələrdən ibarətdir? Əslində belə sənəd üstündə bilirəm ki, vəzifəsi nədir. Amma görəsən bizim Kənd Təsərrüfatı Nazirimiz öz vəzifəsini bilirmi? Bax bu sual məndə maraq doğurur. Deyə bilərsiniz ki, niyə məhz Kənd Təsərrüfatı Naziri? İndi bu hardan düşdü yadınıza? Mən sizə bir ipucu verim. Bilirsiniz ki, artıq uzun müddətdir rayonlarda çox bərbad bir vəziyyət yaranıb. Heyvanlar arasında dabaq deyilən xəstəlik yayılıb və kütləvi surətdə bu xəstəlik yayılır. Artmaqdadır. Xəstəlik artmaqdadır. Dönə-dönə də şəhər sakinlərinə deyilir ki, çalışın ki, ət, süd məhsullarından istifadəni azaldın. Çünki bizim bəzi marketlərimiz var ki, orada mənbəyi mənşəyi bəlli olmayan ətlər satılır. İddia edilir ki, düzdür, bizim əlimizdə bununla bağlı fakt yoxdur, amma iddia edilir ki, həmin o xəstə heyvanların əti gətirilir orada satılır. Bu da insanlar arasında daha ağır fəsadların yaranmasına səbəb ola bilər. Yəni, Kənd Təsərrüfatı Nazirliyi görəsən o yerlərdə hər ay havayı pul verdiyi, maaş verdiyi baytarlarla bağlı nə isə bir tədbir görübmü, onlara bir xəbərdarlıq edib, bir təlimatlandırıb ki, onları həmin o heyvanlara bir ay ərzində baxışlar keçirilməlidir. Ən azından rüblə bir baxış keçirilməlidir. Həmin o heyvanlar vaksin olunmalıdır vaxtında ki, yəni bu xəstəliklər yayılmasın. Əziz dostlar, mən özüm kənd adamıyam. Kənddə də yetəri qədər yaşamışam və bu baytarların fəaliyyətindən xəbərdaram. Yəni cibinə pul qoymasam, bunlar gəlib heç bir kəsə nə heyvanına baxası deyirlər, nə də onları vaksindən təmin edəsi deyirlər. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi bu məsələdə çox, belə deyim də, məsuliyyət daşıyır. Məsəl üçün, dünən bizə İmişli sakini zəng eləyərək bildirir ki, orada bilmirəm, heyvanlar üçün deyəsən süni mayalanmaya pul ayrılıb və həmin pulu vətəndaşlara vermirlər. Bilməm, heyvan başına 100 manatdır, yəni neçə manatdır pul ayrılıb ki, həmin o pul heyvan sahiblərindən verilmir. Bunu da qoyduq bir kənara. 3 ildən yuxarıdır ki, Göyçay, Ağdaş, Ucar sakinləri meyvə bağlarında kütləvi xəstəliyin yayılması barədə müraciətlər edir. Biz dəfələrlə bu məsələni ictimailəşdirmişik. Çünki həmin zonanın sakinləri nar və xurmadan, biz pırnıq deyirik, həmin o xurmadan müəyyən bir maliyyə əldə edirlər. Həmin o xurma ağacları hamısı yerlə yeksan olub bu adını çəkdiyim rayonlarda. Xüsusilə də Göyçay rayonunun Ulaşlı Işıqlı, Potu, Cəyirli, Bığır kəndlərində, Qızılağac kəndində bu xəstəlik durmadan yayılır. Yaxşı, ay Kənd Təsərrüfatı Nazirliyi, sizin bu yerdəki aqronomlarınız nə işlə məşğuldur? Niyə vaxt başında gəlib həmin o ərazilərə baxış keçirmirlər? Niyə heç bir tədbir görülmür? Yəni, biz bu məsələlərə çox bəsit yanaşırıq. Çox bəsit yanaşırıq. Amma bu məsələ bəsit məsələ deyil. Çünki onsuz da bizdə kənd təsərrüfatı tamamilə məhv olub gedir. Heyvandarlıq, maldarlıq bərbad vəziyyətdədir. Bir çox icra başçılarının o örüş sahələrini satması nəticəsində, mənimsəmə nəticəsində örüş sahələrini, onsa heyvandarlıq əldən gedir. Və bu insanlar 5 manat, 3 manat pulu bu heyvandarlıqla, bağçılıqla əldə edirlər. Biz əgər buna da diqqətlə yanaşmasaq, yəni bu insanlar ac qalacaq, övladlarına yemək tapmayacaqlar, çörək tapmayacaqlar verməyə və bu da bilirsiniz nəyə gətirir çıxarır? Siz bilirsiniz ki, sizin bu bəsit dediyiniz şeylər insanlar arasında
hərciməçliyə gətirib çıxarır, narazılığa gətirib çıxarır. Siz onları dövlətdən narazı salırsınız. Çünki ac insan məcburdur ki, balası çörək istəyən insan haralarasa müraciət eləsin. Bax, belə insanlardan vətənə xəyanət də gözləmək olar, üsyan da gözləmək olar, hər bir şey gözləmək olar. Ən azından öz öhdənizə düşən işi görün. Kənd Təsərrüfatı Nazirliyi. Bu regionlardakı sahibkarlara mı deyim, kəndçilərə mi deyim, bir vaxt ayırın. Agronomlarınıza, baytarlarınıza deyin ki, bu məsələ ilə ciddi məşğul olunsun. Çünki səhəri günü bunun onsuz da artıq qarşısı alınmaz vəziyyətə gəlib. Artıq bu heyvanlar arasında yayılan epidemiya, bitkilər arasında, yəni yayılan bu epidemiya artıq qarşısı alınmaz bir vəziyyətə gəlib çıxıb. Heç olmazsa yolun yarısından qayıdın. Bu kənd cəmaatı yazıqdır.